قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. إن القرآن لنور يتفجر في جنباتي، يرفعني عند مليك الخلق لأعلى الدرجات. إن القرآن لنور يتفجر في جنباتي، يرفعني عند مليك الخلق لأعلى الدرجات. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي. Bugün ekranlarımızda adi bir program değil, ilahi bir gecenin nəfəsi var. Qədir gecələri. Yəni Quran-ı Kərimin nazil olduğu, talihlərin yazıldığı, duaların qəbul olduğu mübarək anlar. Bu gecə biz birlikdə həm Quran-ı Kərimin nuruna boyanacaq, həm də qəlblərimizi yenidən oyadan duaların səsinə qulaq verəcəyik. Gəlin bu müqəddəs gecənin bərəkətini birlikdə qarşılayaq. Bismillahirrahmanirrahim. Allahümmə salli Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları. Bu vaxtınız xeyir olsun. Hər birinizi Furqan verilişində bir daha xoş gördük. Artıq 19-cu gündür ki, siz əzizlərin evlərinin qonağıyıq. Gözəl, maraqlı bir mövzu ilə siz əzizlərin görüşünə gəlmişik. Qədir gecələridir. Bunlar haqqında söhbət edəcəyik. Allahım, bu gün də məni çox istiğfar edənlərdən et. Məni sənin salih və itaatkar bəndələrindən qərar ver. Məni özünə yaxın olan dostlarından et. 19-cu günün duasına qulaq asaq, verilişimiz davam edəcək. Fasilədən sonra verilişimiz davam edir. 18-ci bölümdə ustadımız çox gözəl nüanslara toxundu. Həqiqətən çox maraqlıdır ki, insan bu gecələrdə dua edəndə bunu etsin ki, Allahım, mənimlə öz aranda olan o maniyələri, o hicabları götür və mən daha da sənə yaxın ola bilim. Mövzu ilə əlaqədar studiyamıza çox dəyərli alim qonaq dəvət etmişik. Verilişimizin qonağı cənab Hüccətülislam, alim, ustad Cəfər Yusifidir. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz Furqan verilişinə. Necəsiz? Aleykümselam və rəhmətullah. Mən də salam ərz edirəm xidmətinizə. Aleykümselam. Çox təşəkkür edirəm. Allah razı olsun sizdən və cümlə möminlərdən. Allah köməyiniz olsun ustad. Allah sizin kimi dəyərli alimləri başımızın üstündən əskik etməsin daim. Ustad, elə qaldığımız yerdən davam edək. Qədir gecələrdir. Buyurun. Bəli. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və sallallahu ala nebiyyina Muhammedin və alihi l'ətyəbin l'ədhərin və lənətullah ala əadihim əcməin minəl anə ilə qiyam-ı yevmiddin. Çox böyük gecələrdəyiz. Çox əzəmətli gecələrdə və günüzlərdəyiz. Məxsusən 19-cu gecə Ramazanın bu gecə olmaz Əlinin adı araya gəlməyə. Bu gecə Əli gecəsidir. Yəni Leylə-i Qədr Əlisiz mənası yoxdur. Necə ki Quransız mənası yoxdur bu gecənin. Bu gecə həm Quran gecəsidir və bu gecələr və həm Əli gecəsidir. Nədən? Ona görə ki insan gecəsidir.
Ona göre ki Allah gecəsidir. Ay Allah ayıdır. Allah-u Teala Qur'anında vaxtı insan adıyla surə nazil eləyir. O surədə Əli və Fatimə və Həsən Hüseyn hekayəti var. Və yut'imuna ta'am ala hubbihi miskinan və yetiman və əsira. İnnəma nut'imukum livəchillah la nuridu minkum cəzaən və la şükura. İnsan adıyla adlanan surə, surə-i insanda Əli söhbətidir, Fatimə söhbətidir və İmam Həsən, İmam Hüseyn söhbətidir. Əhl-i Beyt söhbəti. Əhl-i Beyt əleyhimussalamın söhbətidir. Bunlar nədirlər? Bunlar Qur'an-ı natiqdirlər ki, Qur'anın həqiqət libası əyninə giyəndə olur Əli və Fatimə, olur İmam Həsən və İmam Hüseyn. Necə ki olur Rəsul-i Kibriya, Xatəmül Ənbiya, Muhammed Mustafa. Resulullah dünyasını dəyişəndən sonra idi, bir qrup ərəb gəldilər Resulullahın görüşünə. Qapını döydülər, Ümmü Sələmə xanım qapını açdı. Bunlar dedilər ki, biz gəlmişik Resulullahı görək. Ümmü Sələmə xanım buyurdu ki, gec gəlibsiniz, ərəb cəmaəti, gec gəlibsiniz. Resulullah getdi. Məsələn, bir ay ya 2 ay olar ki, Resulullah dünyasını dəyişibdir, rehlət eləyibdir. Bunlar çox təəssüf elədilər, çox narahat oldular. Dedilər ki, çox sevirdik ki, biz Rəsul-i Kibriyanı ziyarət eləyəydik və görəydik və biləydik Resulullah nə cür bir insanıdır. Həzrət-i Ümmü Sələmə buyurdu ki, istəyirsiniz biləsiniz ki, Resulullah nə cür bir insanıdır, Qur'anı oxuyun. Qur'an əgər insanlıq köynəyi əyninə geysə, olar Resulullah. Necə ki, Resulullah əgər kitab şəklinə gəlsə, olar Qur'an. Əhl-i Beyt də ha belə, Fatimə-i Zəhra da ha belə. Həzrət Əmir Sələvatullah aleyh də bu cürdür. Bunlar Qur'andılar, necə ki, özü buyurdu. Buyurdu, Qur'an-ı natiq mənəm. Onlar ki, yazılıblar, kağızdılar, ya dəridilər və dərinin kağızın üstündə mürəkkəbdir, dəvatdır, qələmdir yazılıblar. O Qur'anı ki axtarırsınız, o Qur'an mənəm, Əli ibn Əbi Talibdir. Ona görə bu gecələrin, yəni biz onu ki axtarırıq, öz həddimizdə Əli ibn Əbi Talib kimin olmaq? Niyə? Bizə Qur'an göstərir ki, onlar ki Allahı tapıblar, Allaha yetişiblər, Allahı Allahdan istəyiblər və özlərin Allaha hədiyə və Allah-ı Müteal da buyurubdur ki, mən olaram onların qiyməti və diyəsi və onların və xunbəhası olaram, mən də olaram onlara hediyə. Onlar Əlidir, Fatimədir, xanımlarımıza, qadınlarımıza, Fatimə-i Zəhra, xanımlar ağalı, Əli Mürtəza, Əli ibn Əbi Talib, ya bəlkə deyim, düzü budur ki, Fatimə-i Zəhra cümlə ümmətə və insanlığa və Əli Mürtəza cümlə insanlığa tamamən örnək və olğud elə və onlar kimin olmalıyıq? Ərz olundu geçən gecələrdə ki, əfzəl gecədə, əfzəl zamanda, əfzəl məkanda insan gərək əfzəl ibadəti axtara, əfzəl əməli axtara. Və əfzəl əməl ki, duadır ki, deyiblər, əd-dua muxul ibadə, ibadətin canı, cövhəri dua eləməkdir və zikr deməkdir. Duaların da ən əfzəli deyildi ki, Allah-u Teala Allahdan istəmək və Allaha yetişib və Allaha mütəməssik və mütəvəssil olmaq və Allaha etisam tapmaq, yapışmaq, Allahdan ayrı düşməmək. Görək bizlə Allahın arasında nə müşkül var, nə hicab var, nə mani var. O maniləri də bu gecələrdə biz, bu gecənin ki dəyəri Əlf-i Şəhr adında, xeyrun min əlf-i şəhr,
Quranda buyurur, Leylətul qədri xeyrun min əlfi şəhr. 1000 gecədən əfzəldir. Niyə? Gərək 1000 gecənin işin burada görə biləsən axı. Əfzəl olur. Əfzəl şeir demirik ki. Şeir söhbəti deyil ki. Şeirdə adam rahatdır. Fəqət qafiyəni cür gətirə bilsin, mənası ilə elə çox işimiz yoxdur. Ona görə də Quranda vardı ki, əlbəttə bu bəzi nəminə şeirlə hikmə işim yoxdur. Ha, Rasulullah buyurub şeirlər bəzisi hikmətdirlər. Amma o ki, şeir deyilir, məntiqdə də tərif olunubdur, elə çox haqqı batilliyi ilə üçün işi yoxdur. Ona görə Quranda buyurar ki, Əş-şüərâu yəttəbi'uhumul gâvun. Allanmışlar düşərlər şüəranın dalısıcan. Şeir demirik. Kur'an şeir deyir. Yəqulun şairun netərəbbəsu bihi reybəl mənun. Gahi deyirdilər sahirdir, gahi deyirdilər şairdir Peyğəmbər. Netərəbbəsu bihi reybəl mənun. Müntəzirik bu ölə, yaxamız bunun əlindən qutula. Şair deyir. Ondan sonra deyir ki, və ma əlləmnahu şeir. Biz heç ona şeir öyrətməmişik. Və ma yənbəğilə. Heç ona şeir yaraşmaz. Peyğəmbər gələ şeir deyə şair deyir, ona şeir yaraşmaz. Biz də şeir öyrətməmişik. Pəs bu ki buyurur, Leylətul qədri xeyrun min əlfi şəhr. Məntiqi söz olanda bir cür məna eləyəcək. Şeir olsaydı bir cür məna elərdik. Deyərdi şeirdir, gözəl də deyibdi məsələn. Amma şeir deyil Qur'an. Xeyrun min əlfi şəhrin ən böyük mənası budur ki, bu bir gecədə bir iş görə bilərsən, mənim mömin qardaşım və mömin bacım və əzizlərimiz hər yerdə var. Bu bir gecədə bir iş görə bilərsən ki, 1000 ay bu gecəsiz 1000 ayda görülməz. Burada qapı açılan gecədir, burada visal gecəsidir, burada yetişmək gecəsidir, burada o damənin ələ gətirmək gecəsidir, burada əlimdən yapışmaq gecəsidir, qapı üzümə açılmaq gecəsidir. Bu gecədir ki, bu gecədə günəşin çıxan gecəsidir, günlərin nur verən gecəsidir, gecəliyi ilə günlər onun içində vardır. Belə bir gecədə görək nə xəbərdir? Görək bu gecədə nə iş görmək olur ki, insan xeyrun min əlfi şəhr olur? Dediyim kimi, şeir deyir deyəm, xeyrun min əlfi şəhr bir sözüdür dedik, daha belə gəldi, yaraşdı dedik. Yox, xeyrun min əlfi şəhr, gərək nəticəsi ondan xeyr ola. 1000 ay ki, Leylə-i Qədr onun içində olmaya, 1000 aydan da çox, əgər onun içində Şəb-i Qədri olmasa, o 1000 ayda görənmədiyi o işi bu gecə görə bilərsən ki, bu ondan əfzəldir. Burada qapı açıq düzümüzə, burada yetişmək olar. Deyər, hala mən bəzən düzdür, söhbətimiz türki və azəri idi, vəli bəzən hala münasibət hesabı ilə bəzi farsi şeirzat gətirəm, ya Hafizdən, Sədidən filan, qədimdən elə Azərbaycanda, Türkiyədə, başqa yerlərdə hələ Türkiyədə bir dostlarımızdan biri deyirdi, düzdür Hafiz məsələn İrandadır. Vəli Hafizin ən gözəl şərhin deyirdi ki, Türkiyədə yazılıbdır. Məsələn, o ən gözəl şərhlər, məsələn, orada yazılıbdır. Hal o şərhinə də işim yoxdur adın. Deyər ki, sərb-i balin mən avərd və avay həzin. گفت ای عاشق دیرینه ما خوابت هست؟ deyir, bu gecədir, bu gecədir. Deyir, başın gətirdi mənim balışıma, bu yatmışam məsələn, elə bir yatıbdır, başın qoyub, yastıq biz deyərik, yatsın ya balışın üstünə. Deyir ki, sərb-i balinə mən avərd və avay həzin bir səsinlə başın gətirdi mənim qulağıma yaxın. گفت ey aşık دیرینه ما خوابت هست. Dedi, bizim qədimki aşıqımız, sən bizim qədimdən aşıqımızsən, yuxun gəlir, yuxu gecəsidir, durub oturmuşsan. İndi bu gecədə insan yatar, bu gecədə insan oturar, yatar, bu gecə qəflət gecəsi deyil, bu gecə eşqbazi gecəsidir. Allahla aşık olmaq gecəsidir, hediyə verib hediyə almaq gecəsidir.
Ondan sonra onun gözəlliyinə tamaşa eləmək gecəsidir. Onun sözlərini eşitmək gecəsidir. Gələk gözəl, qəm hicranı səndə, mən də deyim. Şərarəyi, dil suzanı səndə, mən də deyim. Söhbət konuşmaq, söhbət eləmək gecəsidir. Raz و niyaz gecəsidir. Hediyə verib hediyə almaq gecəsidir. Allah müştəridir ha. Qapında durubdur. Allahı Allahdan istəyirsən, axı onda gərək Allaha da özünü təhvil verəsən. Hediyəmiz Allaha gərək bu ola ki, Allah məndən nə istəyirsən? Gəl apar, gəl apar. Deyər ki, گفتم به کام وصلت خواهم رسید روزی گفتا که نیک بنگر شاید رسیده باشی dedi ki bəlkə yetişibsən ha, qafil olmacınan ha, qapı açıqdır. Bax gör bir şey görə bilirsən ya yox, bəlkə açılıbdır qapı. Ondan sonra ya birində deyər ki, گفتم فراق تا ki. Bu çox gözəl sözdür ha. Dedim ayrılıq nə vaxta kimin? گفتا که تا تو باشی. dedi o zamana can ki sən varsan. Yəni sən özün hicabsan. گفتم نفس همین است. گفتا سخن همان است. dedim pəs indi ki mən arada varam, ayrılıq var. Nəfəs elə də bu son nəfəs var. Mən öldüm. Mən təqdim elədim sənə. گفتا سخن همان است. dedi söz elə dediyimiz sözdür. Əgər sən yoxsan, onda var. Onda hər şey vardır. Deyər ki, o Hafizin də şeirində vardı, gözəl bir şeirdir. Deyər ki, تو خود حجاب خودی حافظ از میان برخیز. Özün özüvə hicabsan, aradan dur. Dur aradan. Sən aradan dursan, hər bir şey به اصطلاح yetişərsən, hər məqsədə yetişərsən. Kamala çatar. خود را اگر نبینی از وصل گل بچینی کار تو feyzin است خود را ندیده باشی. deyir özünü görməsən visal aləmindən çiçəklər və güllər dərərsən. کار تو feyzin است خود را ندیده باشی. Əvvəlin və axirini budur ki özünü görməyəsən. Böyük bir arifdən bir gün soruşdular. Dedilər ki ağa İnsanla Allah'ın arasında neçə addım fasilə var? Bu yol neçə qədəmdir? Bizlə Allah'ın arasında, çünkü fərqli sözlər var. Biri deyir 7 qədəmdir, biri deyir 70 qədəmdir, biri deyir 700 qədəmdir, biri deyir 40'dir, biri deyir 1000'dir, azdır, çoxdur, ha belə. Demişdi ki, o Arif demişdi, səndə hardasan? Mən deyim neçə addım qalır. Səndə görüm hardasan axı? Ona fərqli cavablar ki var, görək hardasan. Görək hardasan ki, görək orayla sənin aranda neçə addım var. Sən o harda, sən öz durumu, öz yeri, öz mövqiyyəti, görüm səni neçə ilə allada bilərlər. Görüm sənin qiymətin neçədir. Özüva sənə desələr qiymətini de görək. Onda nə deyərsən? Cavabın nə mənə olar ki, qiymətin nədir? Əgər deyir ki, Əmirül-Müminin Sələvatullah aleyh sözlərində bir var, buyurur, Beysəl mətcər, Həzrət buyurur, Beysəl mətcər əntərəd dünyalı nəfsi kəsəməna. Çox pis bir ticarətdir ki, dünyanı özüva qiymət biləsən. Və mimma indəllahi bədəla, Allah yanında hazır olunmuş hədiyyələrdən ki, ən yuxarısı Allah özüdür, onun əvəzi ola. Nə mənə? Bu dünyayı ki, Allah onu bir belə həqir görübdür. Hangi dünya? Pəs bizim hicabımız, əvvəl hicabları götürməliyik. Hicabların ən böyüyü budur ki, özündən insan geçər. Yəni, özünə bir pay ayırmıyor. Bir zaman özün hicaba çevirməyə. Özün hicaba çevirməyə. Özün, yəni desək ki, mən və Allah olmadı. Qur'an-ı Kərimdə bir dənə ayə var. Buyurar ki, deyərlər bunlar ki, bu Allahımızın, bunu veririk Allaha və hazal şürəkaina. Bu da botlarımızın. Bu botların payı, bu da Allah'ın payı. Fəma kanə li şürəkaihim fəla yəsilu ilallah.
Onu ki verdilər butlarına, şəriklərinə, o ki Allaha yetişməz. Fəma kana lillah fəhvə yəsiru ilə şürəkâihim. Deyir, onu da ki ayırmışdılar Allaha, onu da deyir, Allah deyir, mən səxavətliyəm. Mən elə onu da verirəm, aparım, verim butlarıza. Hamısı yetişər onlara. Deyir, mənə bir şey yetişməz onda. Mən şərik götürmərəm. Mən şərik deməyəcəksən ki, bu mənim, bu Allahın. Deməyəcəksən ki, deyəcəksən, hər bir şey Allahın, mən də Allahın bəndəsiyəm, Allahın süfrəsinin başındayam. Bir nəfər bir zaman dedi, Allah-u tevfiqatı ki, Həzrəti Seyyid-i Şəhədaya məsələn, imamlardan, Həzrəti Seyyid-i Şəhədə İmam Hüseyni misal vurdu. Allah o bir imamları da demək olar, fərq eləməz. Allah İmam Hüseynin bir məxsus bir yeri vardı, Əhl-i Beytin içində, məxsus bir məqamı vardı. Ən böyük qapıdır, ən böyük biləxərə Allahın gəmisidir. Allahın böyük səfinətun nəcat, nəcat gəmisidir. Babu nəcatül ümmə, ən böyük qapı ki, ümmət o qapıdan daxil olacaqlar inşallah behiştə və cənnətə. O dedi ki, İmam Hüseynə verilən tevfiq mənə də veriləydi, mən də İmam Hüseyn olardım da. Mən də İmam Hüseyn kimin olardım? Niyə mən olmadım? Mənə vermədilər olmadım. Onu mənim özümə dedilər. Yox, mən də cavab ərz elədim o möminə, o mömin də halı sağ olsun, qəbul da etdi. Dedim, mömin qardaşım, qoy indi mən bunu sənə həll edeyim ki, görək, aya İmam Hüseynə verilən bizə verilsəydi bizim İmam Hüseyn kimin ola bilərdik ya yox. Zərfiyyət var bizdə. Bu zərfiyyət varımız deyə yox. Yəni istəmişik ola, ya istəməmişik ola. Qədir gecəsində almışıq, ya almamışıq. Dedi, yox, de görək nə mənə deyirsən. Dedim ki, əlan səndə bir istedadlar var da. Bəli. Ağlın var, istedadın var, zəka varındı, cavanlığın vardı, gücün vardı, biləğin gücü vardı, başarıların vardı. Bunların nə qədisin Allaha ayırıbsan? Ondan birin, beşdən birin, yarısın, hamısın, nə qədisin? Kamil deyə bilərsən ki, nə qədisin Allaha ayırıbsan? Qaldı bir şey deyəmədim. Ondan sonra dedim ki, sən hələ başqa hər nəyə varındı, onların fikrindəsən ki, nə qədisin ayırıbsan Allaha. Mən elə namazlarımızı gəlin deyək da, 24 saatdan yarım saat çəkər bizim, çox olsa yarım saat çəkər. 5 vaxtın namazın qılanlar yarım saat, 20 dəqiqə namazları dəst namazı ilə, səcdəsi ilə, rukusu ilə zaman aparar, vaxt aparar. Dedim, valla bizim namazlarımızın da bir əzi başqalarındır. Namazın içində ayrı fikirdəsən, ya ayrı yerdə namazın fikrindəsən. Biz beliyik da, yəni namazda görürsən ticarət yadımıza düşür, alış, veriş, borc, filan kəs nə dedi, ona nə mənə cavab verim. Yəni namazı bir əzin verdiyi özgüyə. Amma onlar ki, Allah bəndəsi və Allah dostudular, ticarətlərində Allahla razı niyazdadılar. Baba Tahir Uryan deyər, xoşa anan ki, daim dər nəmazən, behişt cavedan bazarışan bi. Deyir ki, daim dər nəmazən. Bəzilər gəlib işqal tutublar, deyiblər, daimən namazda olmaz ki adam. Deyir, baba, bu o ayə-i şərifiyyə nazirdir Qur'anda ki, deyir ki, namazda daim namazdadılar. Yəni, daim namazın fikrindədirlər. Yox, daim Allahla eşq-i bazidədirlər. Həmişə ürəyi çırpınır Allaha. Ürəyi Allaha çırpınır. İçəridə la ilahe illallah, la ilahe illallah deyir. Ticarət eləyir, alır, satır, amma Allah, Allah deyir. Allah rəhmət eləsin, Ağay Nəcəfi Mərəşi buyurmuşdu ki, hər övdən çıxanda ki, bir işin dalısıcan gedirəm, bir yerdə işim var, 3 dəfə ayətəl kürsi oxuyuram ki, Allahdan uzaq düşməyim. İmanımı əlimdən almasınlar. Ayətəl kürsi oxuyuram, imanım hifz olar. Yəni, hər ləhzə və dəqiqəsində Allahla razı niyazdadır. Namaz fəqət bu namazı məmuli, bəli, bu namazların başıdır. Amma zikrimin moxu və islat cövhərəsidir, əsli budur. Pəs bizim gərək o maniləri və hicabları özümüzün Allah arasında götürək. O Arifin dediyinə görə, de görək neçə dənə botun var
hələ sındırmayıbsan. Latuhu bəluhu Uzza daşıdılar, ağacıdılar. Bunları bir qovlu qəddəmişdilər, düzətmişdilər, gətirib qoymuşlar ora. Bir də gedib allanmışdılar, onlara ibadət edirdilər. Onları sındırdılar. Amma ümməti İslam müsəlmanlar həqiqətən elə özümüzdə onların biri. Nə qəd içəridəki botları sındırmışıq. Bu içəridə neçə dənə bizim botumuz var. Burada neçə dənə fironumuz var. Biz görək vaqəən, o Allah bəndəsinə də mən belə dedim. Dedim ki, biz hələ böyle namazımızda da qalmışıq ki, nə qədisi Allah'ındır. Yarısı del Allah'ın olsaydı qənimət idi, gene söyünərdi. Hala bu 20 dəqiqəni vermişik də Allah'a, 24 saatda. Aha, qalanın... Onun içində nə desin var, akvaryum kimi. Onun içində hər şey var. Allah da deyir ki, qaz son istəməyəcəyəm, qatmayacaqsan. Qaz son, başqasının qaz son, mən də elə hamısını verəcəyəm o başqaya. Verməyək, özümə saxlamayacağım heç bir şey. Aha, fərqimiz İmam Hüseyinlə buradadır. Bizdə qatqı var, imamda ixlas. İmam Hüseynə hər nə verib, qaytardı. Allah qaytarıb Allahın özünə. Deyir, can verməyib sən, bu can sənin. Evlad verməyib sən, sənin. Ondan sonra deyirlər ki, nəqlidə belə var, hala gecələrimiz də müsibət gecələridir. Deyirlər ki, Əli Əsğəri də ki, gətirdi meydana su bahanəsi ilə, əlinin üstündə oxladılar balasın. Ondan sonra hala o qanı səpti gövəsarı, mən deyirəm, hediyə verirdi Allaha. Bəzi hədislərdə var, heç o qandan yerə qayıdıb düşmür. Mələklər təbərrük elədilər, apardılar gövlərə. Vəli o gövə atmaqdan amacı bu idi, məqsədi bu idi ki, istəyirdi deyək ki, Allah, bu da sənin. Bu da sənin. Axırıncı buydu, bu da sənin. Bu axırıncı. Ondan sonra bəzi nəqlilərdə mən belə eşitdim və bəzi yerlərdə gördüm. Deyirlər ki, gətirdi Əli Əsğəri, biraz dolandırdı. Ondan sonra Həzrəti Zeynəbin köməklikləri filanı gətirdi. Dəfn eləyəndən sonra deyirlər, Həzrət bir libasın belə bir tərpətdi bir, biz deyərik, silkələdi məsələn belə. Deyirlər ki, mənası bu idi ki, Allah'da heç zadım qalmıyor. Hamısı sən. Hamısını verdim, qutuldum. Bir dənə canım qalıbdı, o da yaralı, onu da gəlirəm. Onu da gəlirəm. Daha heç başqa bir şeyim qalmayıbdı. Onlar ki, sənə hediyə olmalıydı. Bax, bunları əsirliyə gətirmişəm. Bunları da şəhidliyə gətirmişdim. Şəhid oldular. Sənə hədiyyə, sənə təqdim. Bu canımı da gətirirəm sənə, təqdim eləyəm. Nə Hüseyin əleyhissalam bunu desin. Həzrəti Zeynəb ki, bu Ummul Məsaib, bu əzəmətli xanım və bu əzəmətli qadın, yəni dünya İlahilər onun içində olmasalar bir tərəfə Zeynəb-i Kubra onlardan ağırdı, gövlərdən yerlərdən ağırdı, əzəmətində. Həzrəti Zeynəb İmam Hüseynin başının üstünə gələndən sonra başqa bayanlar kimin söhbət eləmədi ki. Əvvəlin söz ki dedi ki, Allah bu qurbanı bizdən qəbul elə. İmam Hüseyni, yəni bu da sənə hədiyyədir ha. Yəni bu bacı da qardaşın Allaha hədiyyə eləyir. Qardaş da necə ki əzizlərin Allaha hədiyyə eləyib və öz canın da Allaha hədiyyə eləyib. Ağa, Allaha yetişmək belədir ha. Hicabları götürməliyik. Hicabların da ən böyüyü budur ki, özümüzdən, yəni özümüzə hədiyyə verək Allaha. Deyəm Allah sənindir. Saxlayırsan saxla, satsan sat, hediyə eləyirsən hediyə elə, xəşlə, ərxeyin xəşləginən, mən səninkiyam, mən gecəm sənindir, günüzüm sənindir. Ondan sonra sənin eşqunda bunları mən şavaş verirəm, hədiyyə verirəm sənə, təqdim edirəm sənə, ən axırda da məni saxlaginan. Ən axırda, ən sonda da, çün canımı sənə qabil bilmirəm. Sənin o kibriyai asıtanı var, mənim canım nə mənədir ki, fəda ola ora. Mənim varım nə mənədir, niyə? Əslən Seyyid-ü Şəhda buyurur, bəyə mənimdir. Deyir, sənə verdim, minnətim də yoxdur, mənimdir bəyə. Səninkidir. Deyir, utanıram ki, özümü sənə hədiyyə edirəm və əzizlərimi sənə hədiyyə edirəm. Bunların hamısı sənin özündir ki, mənə vermişdin əmanətlərindir, amma ayırıb özümə saxlamadım. Ona görə dedim ki, sənə mənə versəydi də tövfiq və verilmişlərimiz əgər hamısını Allaha versəydi, onda o sözü gərək danışaydik. Biz verdiklərimizin hamısını özümüzə ayırmışıq, deyir İmam Hüseyinə veriləm, bizə də verilsəydi, bizim olanmayacaqdik. Niyə? Çünki bu
Leyle-i Kadr'in əsrarından qafilik. Bu feylan hərsən bu miqdar. Bəli, ustad, çox gözəl. Allah razı olsun. Allah ömrünüzə bərəkət versin. Həqiqətən dəyərli nöqtələrdir. İnsan gərək bunlara diqqət eləsin. Ustad, sonda bir dua edin inşallah. Amin deyək. Allah-u Teala inşallah bu gecənin haqqına, çünki Ali ibn Əbi Talib adı ilə adlanan bir gecədir. Allah Əlinin mərifətin və Əlinin himmətin və duaların bizim özümüzün və evladımızın və cümlə möminlər, müsəlmanlar və insaniyyətin halına onun bərəkətli duaların inşallah halımıza şamil edəsin inşallah. Amin inşallah ustad. Mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə Allah ömrünüzə bərəkət versin. Belə dəyərli tamaşaçılar, həqiqətən insan bu mənəvi auradan ayrıla bilmir. Ustad nə gözəl dedi. Ən böyük Allahla öz aramızda olan hicab insanın özüdür. İnsana verilən gərək bu maldır, dövlətdir, övladdır, vəzifədir, sərvətdir. Bunu özündən bilməyə, özünkü bilməyə. Bunları Allahdan bilə və Allahın insana verdiyi əmanət bilə və bu cür yaşaya. Qədir gecələrində bizləri dua etmək yaddan çıxmasın. Allah amanında növbəti verilişlərə qədər. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي